Ulu öndərindən əlbəttə danışmaq həm məsuliyyətdir, həm də ulu öndərlə danışmaq özü bir fəxrdir. Yəni qürurdur. Mən döyüşçü kimi danışacağam. Yəni nə siyasətçi kimi, nə kimi mən döyüşçü kimi öz fikirlərimi söyləyəcəm. Ulu öndərimiz bizim millətimiz üçün çox dahi bir insandır, dahi bir şəxsiyyətdir. Biz ulu öndərin hansı şəxsiyyətdə, hansı gözəl, hansı qüvvəyə malik olduğunu biz döyüşlərdə gördük. Mən 93-cü ildə mən əsgərlərə Zaliyevə deyib döyüşürdük. Mən əsgərlərimizə döyüşlərə girəndə Zaliyevə deyib girirdik döyüşlərə, döyüşürdük çox ürəklə, ruhla. Bizim ordumuz əgər ulu öndərin gələndən sonrasında yaratdığı ordu olsaydı bizim qarşımızda heç bir qüvvə dayanmazdı. Ulu öndərimiz gəlməsəydi bugün bizim bugünkü parlaq devlətimiz yox idi. Bugünkü bizim ordumuz, qüvvəmiz yox idi. Ulu öndərimizin ən böyük qiyməti, dəyəri odur ki, müharibəni ən çətin gündə, dayanmaz, durdurulmaz bir gündə müharibəni durdurdu, devlətimizi qorudu, ordumuzu qorudu. Bizim tək müharibəmiz öndə deyildi. Əsas bizim müharibə bizim arxamızdaydı, içimizdəydi. Yəni içimizdə çox gərgin bir gərginlik var idi. Yəni çox bir devlət yox bir vəziyyətdə idi. Yox idi devlət. Ona heç kim deməzdi bu devlət. Yox bir devləti ulu öndərimiz müharibəni gəldi gücü ilə, siyasəti ilə, axlı ilə tək gəldi. Müharibəni durdurdu, devlətimizi qorudu. Yəni bu böyük bir qələbəmiz oldu bizim müharibəmiz dayanmağa. Müharibə dayanmasaydı çox bir millətimiz, devlətimiz çox gərginlik içindəydi. Ulu öndərimizin qiyməti odur ki, çox böyük bir qiymətli insandır ki, müharibə dayandırdı, durdurdu, ordumuzu qorudu. Bugün bizim o parlaq, o gözəl devlətimizdə biz ulu öndərimizə ömür boyu, tariximiz boyu, devlətimiz durduqca o yaşamalı, bunu hamı bilməlidir. Bizim də layiqli prezidentimizin onun davamlısı cənab İlham Əliyev çox layiqincə aparır. Yəni devlətimizin siyasətini, devlətimizin gücünü lazım yerlərdə göstərir. Ulu öndərimiz 94-cü ilin aprel ayında birbaşa döyüş bölgəsinə gəlmişdi. Heç bir lider, heç bir deyərəm ki, güc o addım atmadı. Birbaşa döyüş bölgəsinə döyüşlər gedə-gələ gəlmişdi bizim döyüş bölgəsinə. Orada mənim kəşfiyyatlarımla görüşmüşdük. Yəni o görüntülər var. Bütün o görüntülər ki var, indi siz görəsiniz o görüntülərdə bizim səngəri ulu öndərin ətrafında dayanan mənim kəşfiyyatımın əsgərləri. Mən həmin vaxtı yaralanmışdım. Kəşfiyyatlarla şəkil çəkdirəndə deyib gəlsin kəşfiyyatlar şəkil çəkdirək. Orada hər birisi komandirə deyib ki, kəşfiyyatın komandiri qaldırdı. Deyib ki, yaralanıb qoşulda. Deyib o çıxmalıydı qoşulda. Mən də çıxmışdım həmin vaxt. Deyib o çıxmalıydı o qoşuldan. Bizim komandir deyib ki, Mehmet Rəhimov, polkovnik. O da deyib ki, çıxıb amma yəni sizin qarşınıza çıxmaq istəmədi. Yəni o çox ağır yaralıdır, çıxamadı sizin qarşınıza. Mənə dedilər çıx, mən də dedim ki, mən belə halda çıxmıram. O cürə şəxslərin qarşısına belə yaralı halda istəmirəm çıxmağa. Orada ulu öndər şəkil çəkdirmişdi və məni orada qiymətləndirmişdi. Mənə Çəngərdə Azərbaycan bayrağı orderini vermişdi. Yəni sonra uzun illər gəldi, keçdim mən xəstəxanalarda, müalicələrdə. Yəni sonrasında gəldi, telefonla mənlə danışdı. Bundan böyük qiymət yoxdur ki. Mənə nə qədər qiymətlər verilir, adlar verilir, amma ulu öndərimizə mənə verdiyi o dəyər, o telefon zəngi, o tarixdə yəni tək insanlara olur. O da məndə oldu. Mənə zəif oldu, mənə təbrik elədi. Dedi ki, sən qəhrəmanların qəhrəmansan. Mən o günləri çox yaxşı xatırlayıram. Belə sözlərlə mənə dedi, danışdı. Yəni ulu öndər əvəzsiz heç bir zaman onu heç kimsə əvəz eləyə bilməyəcək qədər böyük bir insandır. Böyük bir şəxsiyyətdir. O bizim tariximizdə heç bir vaxt silinmir. Yəni Azərbaycan tarixi, devləti durduqca ulu öndər duracaq.